Salam, hər vaxtınız xeyir olsun. Mən Qarayev Cəbrayıl, IT infrastruktur üzrə təlimçiyəm və bugün sizə kompüter haqqında qısa məlumat verəcəm. Gördüyünüz kimi, kompüter 3 yerə bölünür. Software, hardware və firmware. Software proqram təminatıdır və bizim işlətdiyimiz proqramlar, ümumiyyətlə, onun uzun bir proqramı var. Uzun bir dərsdir, hansı ki, lisenziyalar haqqında danışırıq, proqram təminatının təsnifatlarından danışırıq, neçə yerə bölünür və s. Və ümumiyyətlə, qısa desək, proqram təminatı bizim işlətdiyimiz proqramlar, hansı sahəyə bağlı o artıq özümüz seçirik, işlətdiyimiz əməliyyat sistemləri və s. Bu softwaredir və hardware gəlincə bizim toxuna biləcəyimiz hər bir məsəl üçün qurğu hardware adlanır. Məsəl üçün adicə texniki aparat təminatı birlikdə adicə belə sistem blokunun özünü, məsəl üçün sistem blokunun daxilində olan qurğular belə hardware adlanır. Və bu firmware üçüncüyə gəlsək, proqram təminatı. Proqram təminatı proşifka deməkdir. Proşifka bizim BIOS bildiyiniz kimi hər bir avadanlıq, məsəl üçün paltaryon maşın olsun, PlayStation olsun, kompüter olsun, onlar ümumiyyətlə gələndə vendor tərəfdən proşifka yazılır avadanlığın daxilinə, sonra göndərilir. Yəni default bazalı konfigurasiyalar deyirlər ona, yəni default configuration. Yəni paltaryon maşın məsəl üçün 4 dəfə fırlanmalıdır, bir dəfə dayanmalıdır. Bu hamısı o necə təyin olunur? Həmin o proşifkanın daxilində o proqram vasitəsilə yeridilir avadanlığa. Bu belə. Gördüyünüz kimi bu şəkildə ümumiyyətlə kompüter, monitor, sistem bloku, keyboard, mouse bunların hamısı toplu şəkildə kompüter adlanır. Monitor görüntünü ekrana əks etdirir. Məsəl üçün keyboard məlumatı daxil edirik, mouse idarə edirik. Və sistem bloku ən əsas qurğu, deməli burada kompüter üçün sistem blokudur. Hansı ki onun daxilinə baxandan sonra biz görəcəyik ki, onun daxilində belə bir ana kartı var. Ən vacib sistem blokunda deməli qurğu sistem deməli ana kartıdır. Biz belə deyək də digər qurğular da var. Sistem blokunun daxilində məsəl üçün diskavod, məsəl üçün port yerləri və s. kabellər və bunların hamısı sistem blokunun daxilindədir, amma ən əsas qurğular sistem blokunun daxilindədir. Gəlib baxsaq, sistem blokunun daxilində hansı qurğuları biz görə bilərik? Məsəl üçün RAM ola bilər, CPU və gördüyünüz kimi ana kartın özü bax budur, hansı ki bayaqdan biz sadalayırıq. Və onun daxilində CPU, hansı ki bu deməli slotda yerləşir və o digər slotlar məsəl üçün RAM üçün yuvacıqlar belə deyək, yuvacıqlardır. Məsəl üçün RAM-ın və hər bir qurğunun öz funksiyası var. Məsəl üçün CPU-nu götürsək, CPU baxın, daha ətraflı şəkilləri biz burada görə bilərik. CPU-nun köhnədən təzəyə uyğun deməli modelləri ola bilər. PEGA, ELGA, BEGA, məsəl üçün ball grid array, pin grid array, ELGA, line adlanır, yəni belə line grid array və o nə deməkdir? Məsəl üçün PEGA, pin grid array, bu CPU-da o vaxtı deməli onun arxasında belə pinlər var, hansı ki direkt olaraq yuvaya yerləşdirilir və o ümumiyyətlə hansı bir pin sıradan çıxsa, əyilsə, o deməli CPU yararsız hala gəlir. Ona görə də o biraz təhlükəlidir. Zərgər işidir ki, onu biz daha dəqiqliklə yuvaya yerləşdirməliyik. Ball grid array vəhşi köhnədir. O CPU-nun köhnə versiyalarından da, hansı ki direkt olaraq ana kartına paykalanmış şəkildə gəlirdi. Bir dəqiqə mən bunu belə eləyim. Bir dəqiqə. Okay. Burada gördüyünüz kimi, ana kartın digər versiyası bax budur. Gördüyünüz kimi CPU-nun yuvacığıdır və direkt olaraq bayaq dediyim kimi yerləşdirilirdi deməli yuvanın içinə və o artıq biz onu çıxarda bilməzdik oradan.
artıq necə gəlirdisə, axırı kimi də elə davam edirdik. Line Grid Array də hal-hazırda LGA-dır. LGA versiyalarını biz istifadə edirik. Onun da növləri var. Pin sayı nə qədər çoxdursa, o qədər də yaxşıdır. Amma PGA-dan fərqi nədir? PGA-dan fərqi odur ki, həmin o iynəciklər artıq çox belə görünməz hala gəlib. Arxasına toxunsaz CPU-nun görəcəksiniz ki, belə çox hamar şəkildədir və onu biz direkt olaraq ana kartındakı o yuvacığa salsaq belə onun pininə heç nə olası deyil. Ona görə hal-hazırda ona görə də istifadə edirik. Həm də ki, onun gücünə görə dəyişir. Deməli, onun nüvəsi nə qədər çoxdursa, o qədər sürətlidir. Və ana kartında ümumiyyətlə CPU-dur, RAM-dır və video kart ən əsas birinci dərəcəli deməli qurğulardır, hansı ki, kompüter onlarsız çalışa bilməz. Məsəl üçün və burada görsək, ana kartın quruluşu biz burada görürük ki, şimali körpüdür, cənubi körpüdür. Və ümumiyyətlə köhnə ana kartın quruluşudur, hansı ki, şimali körpüdə birinci dərəcəli qurğular yerləşir. Baxın, əsas hissələr. Yəni video kart, CPU, bayaq RAM dediyim. RAM ümumiyyətlə nə deməkdir? RAM deməli müvəqqəti yaddaşdır. Müvəqqəti yaddaş nə deməkdir? Bizim hal-hazırda çalışdırdığımız bütün o applicationlar hal-hazırda burada yerləşib və açılıb, mən sizə onu göstərə bilirəm. Amma müvəqqəti nəyə görədir? Çünki o direkt olaraq elektrik cərəyanla çalışır. Düzdür, RAM-ın da öz növləri var. Statik, dinamik RAM-lar var. Və statik RAM ümumiyyətlə biz keş yaddaşlarla falan çalışır. O biz RAM dərslərində daha ətraflı sizlə keçəcəyik. Amma dinamik RAM hansı ki direkt olaraq elektrik cərəyanı ilə çalışır və biz bu kompüteri ümumiyyətlə elektrik cərəyanından ayırsaq, RAM-ın ümumiyyətlə fəaliyyəti dayanır və biz burada nə qədər applicationlar, proqram və s. fayl açmışıqsa və əgər biz onu save etməmişiksə, direkt olaraq o yaddaşdan silinir. Çünki hal-hazırda proses getdiyi deməli məlumat biz məsəl üçün emal edirik, daxil edirik və s. onu əgər save etməmişiksə, o RAM-ın yaddaşında qalır və o save etsə gedib diskin yaddaşında qalır. Aha, disk daimi yaddaşdır. Daimi yaddaş bizim save etdiyimiz, yadda saxladığımız bütün məlumatlar gedib diskin daxilində saxlanılır. Diskin özündə SSD RAM olur, HDD RAM olur. SSD RAM ümumiyyətlə hal-hazırda hamının istifadə etdiyi sürətli disk növündən söhbət gedir. Amma HDD düzdür, o vaxt istifadə eləyirdik. Məsəl üçün o belə bir yumru diskdir. Sərt disk deyirlər. SSD nə deməli sərt disk belə tərcüməsində adlanır. Hansı ki deməli məlumatlar deməli həmin o iynəcik var. İynəcik deməli mən burada bunun şəklini mən sizə göstərəcəm. Burada heyf ki yoxdur. Aha, bir dəqiqə bax burdadır. Aha, gördüyünüz kimi belə bir kiçik şəkildir, amma digər dərslərdə mən sizə ətraflı danışacağam. Və bu iynəcik və burada yuvacıqdan gəlir diskin üstünə, amma direkt olaraq üstündə oturmur ha. Yəni burada nano belə millimetr deyək də çox belə cüzi şəkildə cüzi bir ara var ki, həmin o disk fırlananda hava kütləsi yaranır. Hava kütləsi vasitəsilə həmin o iynə havada qalır və diskin üstünə direkt oturmur və o disklə fırlananda maqnit şəklində bütün o məlumatları disk özünə çəkir və beləcə məlumat belə deyək də yadda saxlanılır orada və biz məlumatı oradan diskin üstündən məsəl üçün diskdən götürüb məsəl üçün ötürülür CPU-ya, CPU-dan RAM-a, RAM-dan da deməli video karta, bir video kartdan da görüntü bizə əks olunur. Burada SSD-də blanklardır. Blanklar hansı ki məlumatlar blanklarda yadda saxlanılır. Ona görə də SSD daha uzun ömürlüdür. Yəni HDD-dən.
Mən çalışıram sizə qısa-qısa hər bir qurğudan məlumatlar verim, amma təbii ki, bizim akademiyada hər bir dərsimiz detallı şəkildə hər bir qurğunu ayrı-ayrılıqda keçirik. Məsəl üçün bu dərs RAM-dır, digər dərs CPU-dur və s. Beləcə dərslər keçirilir. Mən bu dərs çalışıram hər mövzudan biraz sizə daha ətraflı məlumat verim. Sonra şəkildə gördüyünüz RAM-dan biraz məlumat verdim sizə və burada gördüyünüz kimi video kartın da öz növləri olur. Biri var deməli kompüterin üstündə direkt olaraq gələn video kartlar, hansı ki adicə ofis proqramları və s. kimi basit proqramları çalışdırmaq üçün. Əsas odur ki, görüntü ekrana əks olunsun da, yəni onun üçün nəzərdə tutulub və kompüterin üstündə gəlir. Amma bir də var ki, external video kartlar, hansı ki biz gedib onu alırıq, daha güclü video kartlardan söhbət gedir və burada ekranda gördüyünüz kimi daha güclü video kartdır. Öz kullerləri ilə, öz deməli CPU-su ilə, hansı ki GPU adlanır, öz RAM-ı ilə VRAM adlanır, video kartın RAM-ı. Yəni bunlar daha sürətli görüntünün ekrana əks olunmasına kömək edir və təbii ki video kartın güclü olması üçün bizim RAM-ımız da güclü olmalıdır, CPU da güclü olmalıdır. Yəni direkt olaraq bir-birini tənzimləməlidir, balans olmalıdır. Biri güclü, biri zəif ola bilməz burada. Təbii ki biz RAM-ı gücləndiririksə, məsəl üçün burada CPU-ya da baxmalıyıq və təbii ki video kartın da özü burada güclü olmalıdır ki, total olaraq kompüterimiz daha sürətli, daha güclü olsun. Daha ətraflı video kart dərsimiz də digər dərslərdə olacaq. Çox üstündə oturmaq istəmirəm o mövzunun. Gəlin şəbəkə kartı deməli internetə qoşulmaq istəyirsə şəbəkə kartından istifadə edirik. Səs kartı da indi hal-hazırda düzdür belə portlar olmur. Bu köhnə kompüterlərə nəzərdə tutulub. Bu hal-hazırda USB portlardan istifadə edirik. Səs kartı və s. Sizcə HDD-dən danışdıq. Deməli, anakartın quruluşu. Burada gördüyünüz kimi əsas hissələr birinci dərəcəli, ikinci dərəcəli isə məsəl üçün storage, USB, bayaq danışdığımız qurğulardan söhbət gedir. O BIOS, şəbəkə kartı, LAN kart və s. Bu anakartından da bu köhnə anakartı idi. Bir də bunu sizə deyim ki, təzə anakartlarda deməli CPU inteqrasiya olunub şimali körpüyə. Yəni çox da belə köhnə anakartın quruluşu ilə təzə anakartın quruluşunda elə bir güclü fərqi yoxdur. Sadəcə olaraq CPU inteqrasiya olunub deməli şimali körpünün daxilinə və direkt olaraq RAM-la video kart sinxron vəziyyətdə bir-birləri ilə fayl mübadiləsi, deməli data mübadiləsi edə bilirlər. Biri var sinxron, biri də var ki asinxron. Sinxron direkt olaraq əgər video kart və RAM direkt olaraq qoşulubsa CPU-ya və bilirsiniz ki, CPU da şimali körpünün daxilindədir. Bu sinxron. Asinxron isə baxın budur. Şimali körpü başqa, CPU başqa və məlumat gedəndə video, məsəl üçün RAM-dan video karta gedəndə necə gedir? Belə getmir ki, gəlir şimali körpüyə, sonra gəlir belə. Düzdürmü? Amma belə direkt getsə sinxron olardı. Yox, belə ayrıca onda uca asinxrondur. Okey, bu mövzunda digər dərslərdə canlı şəkildə sizlə müzakirə edəcəyik burada. Sonra gəlsək daroşkalardır. Bu deməli ana platanın arxasında gördüyünüz bu daroşkalar. Daroşkalar elə bax budur. Məsəl üçün RAM-dan video karta, məsəl üçün diskdən CPU-ya, CPU emal edir məlumatı və s. və bunlar hamısı daroşkalar üzərindən gedir və təbii ki, kompüterin gücünə görə daroşkalar da güclü olmalıdır. Bunu da nəzərə alın. Burada gördüyünüz kimi burada deməli istehsalçılar vendorlardan söhbət gedir. Burada şəkildə gördüyünüz kimi ümumiyyətlə Intel-dan AMD daha məşhurlardır CPU video kartlar üçün. Təbii amma o deməli video kartın internal tərəfi Intel daha, amma belə external video kartlardan söhbət gedirsə Nvidia RTX video kartlardan daha çox istifadə edirik biz. Yəni gedib alıb da kompüteri daha güclü etmək istəyirsənsə ondan söhbət gedir. Və təbii ki, digər istehsalçılar da var. Onu artıq siz müəyyən edirsiniz.
paralel olaraq paralel serial ötürmədən söhbət gedir. Burada gördüyünüz kimi paralel ötürmə, məsəl üçün gördüyünüz kimi A cihazdan B cihaza data gedirsə, salam, məsəl üçün, salam necə gedir? Paralel o SATA-PATA-dan söhbət gedir. Deməli, o diskin əgər deməli özü ana plataya PATA kabel üzərindən qoşulubsa, o paralel ötürmədir və o paralel ötürmə çox zəif olur da. Yəni belə hal-hazırda istifadə olunmur. Hal-hazırda serial kabellər istifadə olunur. Qırmızı rəngdə belə bir nazik kabeldir. Paralel ötürmə, məsəl üçün, salam bir datasını A cihazdan B cihazına bir ötürür və bu gecikməyə gətirib çıxardır. Burada da yazıldığı kimi hər bir deməli dataya da ayrıca bir naqil lazımdır. Hansı ki bu PATA kabeldədir və görəcəksiniz o PATA kabel girib araşdırın və belə çox belə qalın kabellərdən söhbət gedir. Amma serial dediyim kimi çox nazik və daha sürətlidir. Daha sürətlidir təbii ki. Serial ötürmə necə olur? Məsəl üçün salamı bir nəfəsə salam və aleyküm salam. Görürsüz burada A cihazı B cihazına belə serial şəkildə, ardıcıl şəkildə məlumatı ötürür və bu bizi daha sürətli ötürməyə gətirib çıxardır. Bu haqda da digər dərslərimizdə daha ətraflı sizlə danışacağıq. Bugünkü dərsimizdə bu qədər. Sağ olun.